Turbokompressoru ixtira edən əsil dahi olub. İlk olaraq, turbokompressor mühərrikin ixrac sisteminə qoşulur. İçərdə o iki ayrı hissəyə bölünür. Turbin tərəfi və kompressor tərəfi. İxrac qazı turbin tərəfinə daxil olduqda, turbini yüksək sürətlə fırladır. Bu fırlanma digər tərəfdəki kompressor sarxını hərəkətə gətirir. Mühərrikə daha çox hava vurur, bu da daha çox oksigen və daha çox güc deməkdir. Lakin havanın sıxılması onu həm də qızdırır və yüksək temperaturlu hava mühərrikdə detonasiya səbəb ola bilər. Bunu həll etmək üçün mühəndislər turbo ilə mühərrik arasına bir interkuler əlavə etdilər. Interkuler sıxılmış havanı yenidən təxminən ətraf mühit temperaturuna qədər soyudaraq mühərriki stabil və təhlükəsiz saxlayır. Turbokompressor həm də inanılmaz sürətlə fırlanır. Dəqiqədə yüz minlərlə dövrə qədər və onun daxili temperaturu 700-dən 1000 Selsi dərəcəsinə çata bilər. Bəs o necə sərinlik alır? Mühərrik yağı yağ xətləri vasitəsilə turbokompressora daxil olur, valı və yastıqları yağlayaraq istiliyi kənarlaşdırır. Yağ daha sonra yağ karterinə geri axır və beləcə davamlı yağlama və soyutma dövrünü tamamlayır.